Salam dəyərli xalqım, hər birini salamlayırıq. Başda da cənab prezidentimiz şəhid ailələri, qazilər olmaqla. Bu günlərim avqustun 26-sıdır, 2026-cı ildir. Cavadxan yurdu, Gəncə şəhərindəyik, İmam Hüseyin şəhərindəyik və bu günlərim qazi qardaşlarımızdan biri Əhmədov Elçin qardaşımızla itirdik. Həqiqətən də burada qazi qardaşları buradadır, atası buradadır, əzizlər buradadır. Allah Taala'dan Elçin qardaşımızın ruhu şad olmasını arzu edirəm. Arzu edirəm ki, şəhid qardaşlarımız cənnətdə şəfaətçi edər. Onlar da bizim şəhidlərimizin şahidləri idi. Dünyasını dəyişən nə qədər qazilərimiz var. Allah hər birinin ruhunu şad eləsin, ailələrinə səbir versin. Qalan qazilərimizə də Allah Taala'dan şəfaət, can sağlığı arzu edirəm. Gəlin əziz xalqım.